Salam dostlar, hoş gördük. Gədəbəydə bugün güneşli hava var. Buna göre qoyunları çıxarmışam həyətə. Bəziləri otlayır gördüğünüz kimi, bəziləri də yatırlar. Hava sabahtan Gədəbəydə soyuyasıdır. Ötən növbəti günlərdə də qar yağacaq. Hem bugün işte olmadığım için hem de havanın yaxşı olduğuna göre tövlədə saxlamadım qoyunları. Düzdür, tövlədən həyətə çıxaranda səhər yemini, otunu əvvəlki qaydada veririm. Yenə də indi həyətdə tapdıqları qədər otlayırlar. Bu gördüğünüz qoyun mənə doğru gələn qoyun. Mart ayının ortalarında, təxmini martın 13-14'ü boğazdı, doğasıdır. Koyunlardan bir tane bu koyun, yüzü çilli koyun. Kısır yani kalan, yani boğazlığı bilinmir. Koyunları mən Avqust ayının 29'u gətirmişəm. Əvvəl qoyunlara yani daim baxırdı. 29'undan bəri yani bu koyun qoça gəlmir. Çox güman ki yani qısırdı. Bir de yerde kalan 12 qoyundur. Bir de qoç da bu qəhvəyi rəngdə olan da qoçdur. 9 baş yani doğub koyunlardan yerde 2 tane boğaz koyun var, onlardan da bayaq göstərdiyim koyun elə bir oktyabr ayının 14'ünde qoça gəlib, təxmini martın 13'ü 14'ü. Yani bilirsiniz de koyunlar 145-155 gün arasında doğurlar. Doğasıdır. Bir de bu aşağıda yatan koyun. O da noyabr ayının 22'sinde qoça gəlib. Aprel ayının sonları yani doğasıdır. O koyun, aşağıdaki koyun aslında daha tez doğasıydı. Sadece noyabr ayının 11'inde kuzu saldı. Yani aradan 11 gün keçdi, təzədən qoça geldi. Bu soldaki divar tərəfdəki qoyunu bayaq göstərdiyim boğazı olan. Qarnından da hiss eləmək olur onun, yəni boğazlığı. Yerde kalan o 9 baş doğan koyunlar kuzulardan bir təxmini 10 güne yaxın onlar ayırmışam. Artık kuzular əmir. Təzədən görəyəm qoça gəldilər. Qoça gəlmələrini istəyirəm. Koyunlardan bir tane yani bunların içinde o 9 baş doğan koyundan gec doğan dekabr ayının 30'unda doğdu. Bu qoçun arkasındaki otlayan koyun en son o doğub. Bir tane hal-hazırda onun balasını səhər axşam bırakıram, anasını əmir. Çünkü o hələ körpədir deyə. O da 2 ay yarım təxmini olandan sonra onu da anasından ayıracağım. Anadan ayırmanı da tədricən edirəm. Yəni qoyunu, quzuları səhər axşam analarını əmirdilər. Mən artıq quzular 2 ay yarım, 3 aya yaxın idi.
analarından ayırdım. Analarından ayrında da 5 gün akşamlar emmeye bıraktım. Sonra da yani birdenbire belə deyək də ana südündən kəsmədim. Tədricən 5 gün gecələr əmdilər sadəcə. Sonra isə tamamilə əmmələrini dayandırmışam. Otunu, yemini də yəni süddən ayırdığıma görə artırmışam. Qızlar hal-hazırda yəni tövlədədirlər. Qoyunlar da görürsünüz. Şirin otluyor. Mənə tərəf gəlirlər. Bu bayaq göstərdiyim yəni martın 13-də dediyim qoyun, doğası qoyun. Onu mən keçən il yaz aylarında unutmuşam, mart ili ya apreldə Gədəbəy heyvan bazarından almışdım. Yəni quzusu da yanındaydı. Cavan heyvandı. Təxmini biz bəlkə də birinci quzusuydu ya ikinci quzusuydu biz alanda. Yəni erkək quzusu vardı. 520 manat aldık quzusunu yəni bir yerdə. Sonra avqust ayının sonlarında onun artıq quzusu erkək olduğuna görə satdıq. 503 quzu deyəndə artıq böyümüşdü, yəni toğlu olmuşdu. Quzunu 325 manata satdıq. Təxmini 40 kiloya yaxın çəkisi vardı. Onu da elə yenə Gədəbəy bazarında satdıq. Gədəbəy bazarı demişkən hal-hazırda bu payızda, yayda davamı olaraq belə deyək də, yəni yazdan başlayan o heyvanlardakı davaq xəstəliyinə görə, yəni davaq xəstəliyi də bilirsiniz, yolxucu xəstəliyi olduğuna görə ölkədəki demək olar ki, bütün heyvan bazarlarını bağlamışdılar. Gədəbəydə heyvan bazarı da payız aylarında yəni bağladılar. Yəni o gündən belə deyək də, indiyə qədər Gədəbəyin heyvan bazarı bağlıdır, yəni fəaliyyət göstərmir. Qoyunlar da görürsünüz, həyətdən qarğa səsi, quş səsi gəlir deyə otlamanı dayandırdılar. Bunun səbəbi də biraz yəni tövlə şəraitində çox qaldıqlarına görə məsələn sadə bir şeydən hürkürlər qoyunlar. Bu qoyunun martın ortalarında olacaq qoyun budur. Bunun tövlədə doğana qədər belə deyək də, yəni yunu uzun olduğuna görə bədənində peyinlər yapışıb, yəni onları quzu rahat əmsin deyə vaxt eləyib şənbə bazar çox güman ki təmizləyəcəm, yəni quzu rahat əmə bilsin deyə. Quzularda da qoyunların da görürsünüz sağ qulaqlarında hamısının bir kası var, yəni xüsusi dəftər tutmuşam. Orada qoyunların nömrələmişəm. Yəni hansı qoyun nə vaxt qoça gəldi, nə vaxt doğduğunu, erkək dişi doğmasını, hər hansı xəstəlik keçirməsidir. Belə şeyləri orada qeyd edirəm. Neçənci qarın yəni bala doğduğu filan. Qoyunlar belə deyək, mən 2024-cü ildə noyabr ayının 30-unda daimlə bir yerdə Gədəbəy bazarından 6 dənə yəni
qoyun yox da 5 şişək zaban toğlu deyək də dişi toğlular, bir dənə də bu qəhvəyi qoçu, o da balaca idi, yəni toğlu idi. Bir yerdə aldıq. Satan adamdan heç biz soruşmamışdıq. Yəni bu toğlular qoça gəlib gəlmiyor. Özü yalandan dedi ki, ama o 20 günde qoça gəlib, bu 1 ayda qoça gəlib. Noyabrın 30-dan saxladım. Yəni müəyyən belə deyək də, qoyun doğumuna 1 ay qalmış rahat. Yəni yelindən, süd vəzlərindən hiss olunur, yəni boğaz olmalı. Artıq gördük ki, heç biri boğaz değilmiş. Sonra aldığımız o 6 baş toğlunun yani biri dəli oldu. Dəlicə də deyirlər. Yəni dəli olandan sonra o siz yəni müəyyən müalicə eləsəm də heç bir yəni faydası olmadı. Məcbur qaldıq onu bazara çıxartdım satmağa. Bazarda da normal pul vermədiklərinə görə geri qaytardım. Kəsdim. Yerdə qaldı belə deyək də, biri dəli olandan sonra 5 baş. 4'ü dişi idi, biri də bu gördüğünüz qoç erkək. Yaz vaxtı onu da daim Gədəbəyin Dəyqarabulaq kəndində. O da heyvan saxlayır, qoyun saxlayır. Onun qoyununa qatdım. Yəni avqustun 29'una qədər də daim yəni onlara baxdı. Yayda da təxmini iyul aylarında həmin o boğaz adından aldığımız heyvanlar qoça gəldilər. Yəni onlardan da o 4 baş yəni dişi vardı. O 4 baş dişidən 3 başı doğub. Bir baş bayaq göstərdim o təxmini qısır olan, yəni bir dənə o doğub. Sonra yerdə qalan 7 baş qoyun da daim heyvanlarını satırdı. O daimdən aldım. Belə yəni heyvan saxlamağa belə başladı. İndi məqsəd yəni biraz heyvanın sayını daha da çoxaltmaq istəyirəm. Kuzulardan da 9 baş kuzu var hal-hazırda. Bayaq dediyim kimi tövlədədir. Kuzuların 5 başı dişi, 4 baş erkek kuzulardır. Onlardan 2 başı yani hoşuma gelen kuzulardır. Bunları damazlıq kimi saxlamaq istəyirəm, görək nə effekt göstərir. O qoyunlardan biri belə deyək də, Ramanov qoyunun anası yəni Ramanov qoyunu olub. Yəni qoç, yerli qoçdan. Özünün atası da belə deyək də, yerli qoçdur. Özünün də yəni yerli qoçdan doğub. Bir dənə yəni qoyunlardan bu qoyundur Ramanov yəni dönməsi. Yeganə əkiz balası olan, əkiz bala doğan oldu. Yerdə qalan qoyunlar dediyim kimi əksəriyyəti yəni birinci qarnı doğan qoyunlardır. Həm yerli qoyunların əkizlik faizi məsələn belə deyək də aşağıdır. 10-20% arasıdır. Həm də çoxu da qoyunların əksəriyyəti birinci qarnı doğduğuna görə əkiz deyirlər. Həm də bu illəri biraz Gədəbəydə yağıntılar az oldu. Yəni iyul, avqust ayında demək olar ki
yağış yağmadı. Örüş sahələri, yəni ot çox zəif oldu. Bəlkə də biraz da yəni əkizliyin bu qədər aşağı olmasının səbəbi örüş sahələrinin zəif olmasından bağlıdır. Hə, bayaq dediyim o damazlıq saxlamaq istədiyim dişi quzunun biri bu Romanov qoyunun əkiz balasından biridir. Bir digər isə bu yuxarıda qoçun arxasında duran qoyunun balası var. Yəni doğulandan iri quzu doğmuşdu. Əslində o boğaz olanda doğmağa az qalmış, qarnı çox böyük idi. Açığı əkiz quzu doğacağını gözləyirdim, amma doğulandan sonra gördüm ki, yəni qarnının o qədər böyük olmasının səbəbi quzunun böyük doğulmasıdır. Məsələn, ondan əvvəl doğulan quzular var. Baxırsan ki, o quzu böyük doğulduğuna görə onlardan daha iridir. Onu saxlamaq istəyirəm. Mən məsələn, bu qoyun birinci balasını doğub, sonra oradakı qoyundur. Bunlar yəni ilk balalarını doğurlar. Qalan ən belə deyək də yaşlı qoca qoyun təxmini 3-4 qarın doğmuş qoyunlardır. Bu qara qoyunun da qulağına bir kası var idi, onun 7 nömrəli qoyun idi. Onu bir kası qulağın belə deyək, qulağı deşilib, bir kası düşdü, nətər oldusa indi qulağında hər hansı bir nəsə problem oldu, yəni nəsə çürüdü deyək ki, bir yəni aralandı düşdü. Yəni bilirsiniz də bu birkalar birkanı çıxartmaq üçün bir dənə onun yəni vasitəsi, yolu odur ki, kəsib götürə bilirsən birkanın özünü. Çünki o ikinci dəfə istifadə eləmək olmur. Onun özünün xüsusi payçısı var, onunla qoyun qulağına keçirirsən. Bu kuzu salan qoyun da bu qoyundur. Bu müəyyən biraz deyək ki, problemli qoyundur. Öskürmək falan vardı şeydə, payızın əvvəllərində. Müalicə elədik, müəyyən qədər yaxşıdır. Amma yəni, o da boğaz qoyundur. Aprelin sonları doğasıdır. Quzulardan da deyə bilərsiniz, Romanov necə oldu? Əkiz doğub, 9 qoyun doğub, 9 quzu var. Quzulardan biri problemi var idi, öksürürdü. Sonra qarın boşluqları çox belə ürək kimi döyünürdü. Yəni Gədəbəydə bir neçə baytarlıq apteklərini apardım. Baytarlara göstərdim, elədim. Quzunun özünü apardım. Yəni xeyli iynə dərman elədik. Yəni, çarəsi tapılmadı. Məcbur oldu. O ilk doğulan quzu oydu. Yəni payızın əvvəllərində doğulmuşdu. Onu məcbur qaldıq, kəsdik. Heç yəni belə deyək də əmələ gəlmirdi heç cürə. O qoyunun anası da, daha doğrusu o quzunun anası da, bu bayaqki bu təpəl qoyundur. Sağ olun dostlar, hələlik.